Bugün verilişimizi Azərbaycan musiqisinin dühası, dünyası, operası, mahnısı, hamısı ona ait olan nəhəng Cahangir Cahangirova həsr eləmişik. Bugün möcüzə dolu bir gecə olacaq. Cahangir Cahangirov kimi nəhəng bir bəstəkarın möcüzə dolu dünyasına səyahətə çıxacağıq. Bu möcüzənin şahidi olmaq istəyirsinizsə, oturun, verilişə baxın, gözlərinizlə, qulaqlarınızla bu möcüzəyə şahidlik edin. Və hazırda burada Cahangir Cahangirov adına xor bizə Dahi Üzeyir Hacıbəyovun Arazbarı əsərini ifa elədi. Təşəkkürümü bildirirəm və bura hazırda Cahangir Cahangirovun tələbəsi olmuş və həmin xorun bədii rəhbəri əməkdar müəllim Təranə xanım Yusufovanı dəvət edirəm. Təranə xanım, əzizim, xoş gəldiniz. Çox sağ olun. Mən sizə təşəkkürümü bildirirəm. Siz illərdir, gündüzlər yorulmadan, gecələr yatmadan bu xor üçün, Cahangir Cahangirovun işıqlı xatirəsini yaşatmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Və çox sevinirəm ki, bugün belə bir parlaq bəstəkara bu gecəni həsr eləyə bildik və nə yaxşı ki, siz buradasınız. Çox təşəkkür edirəm. Təşəkkür edirəm ki, belə bir dahi bəstəkarın xatirəsinə həsr etmişsiniz bugünkü verişinizi və bizləri də burada qonaq kimi görmək istəmişsiniz. Təşəkkür edirəm. Bütün yaradıcı heyətə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Xoş gəldiniz və verilişimiz boyunca bir-birindən gözəl xor əsərləri ifa olunacaq. Cahangir Cahangirovun əsərləri təqdim olunacaq. Eyni zamanda digər dahi bəstəkarların əsərlərindən bizim xorumuz ifalar edəcəklər. Xoş gəldiniz, buyurun əyləşim. Deyirəm, Təranə xanım, Cahangir Cahangirovun musiqisi, bəstələri öz milliliyi, rəngləri ilə yanaşı, eyni zamanda dünyəviliyi ilə də seçilir. Yəni, dünyanın hansı ölkəsində olsa, əsl musiqiçi, musiqi sevərlər onun musiqisinin fərqində olarlar. Siz canlı-canlı Cahangir Cahangirovu görmək şansınız, qismətiniz olub və siz onu necə xatırlayırsınız? Mən istəyirəm bu barədə başlayaq. Başdan başlayaq. Çox böyük bir xatirələrə daldım. Yəni, başlayan kimi də kövrəldim. Çünki Cahangirovun kantatası səslənəndə mən hər dəfə kövrəlirəm. Amma bu kadrlarda deyim sizə ki, axırıncı səsləndirdiniz Cahangir Cahangirovun kantatası. Mən Milli Konservatoriyada xor fənini tədris etdiyim dövrdə bu Milli Konservatoriyonun tələbə xoru idi göstərdiyiniz. Amma eyni zamanda Cahangir Cahangirov adına xoru da kadrlarda göstərdiniz. Mənim xatirələrim 5 il Azərbaycan Dövlət Konservatoriyası onda deyirdik. Oxuduğum dövrdə onun 4 ilini Cahangir Cahangirov bizim kafedra müdürümüz olubdu. Mən ixtisas üzrə Sahilə Ağayevanın tələbəsi olmuşam və qəribə bir şeydir, qəribə bir üst-üstə düşür bütün hadisələr. Öz-özümə düşürəm ki, hər bir hadisə elə təsadüfdən deyil. Təsadüf deyil. Necə ki, ilk dərslərimdən Sahilə xanıma deyirdim ki, biz hər semestrdə yarım ildə bir 5-6 əsər dirjorluq eləməliyik, 10 əsərə baxmalıyıq. Amma imtihanda 5-6 əsər dirjorluq edirdik və ona deyirdim ki, mütləq mənə seçdiyiniz əsərlərin içərisində Cahangir Cahangirova aid olan 2 əsər olsun. Yəni bunu deyirdim və hər dəfə də kafedra müdürü otururdu, biz dirjorluq edirdik. Mən də belə pozitiv enerjiyla nəsə göstərəm və onun üzünə baxıram, baxışları, gözləri göy və soyuq bir baxışla insanı izləyir və deyirsən ki, görürsən narazıdırmı, görürsən nədirmi? Amma keçən dəfə biz oturanda Səidə xanım dedi ki, o gözləri dalanda o əsər yaradır. Beynində yeni bir düşüncə gəlir ona. Biz də deyir, evimizin içərisində bir kəlmə ondan söz ala bilirdik. Amma bütün günü gözləri dalırdı, başqa bir aləmdə olurdu və mən elə bir biz otaq
qonşusuydıq və dərsdən çıxırdım, istəyirdim gedim Cahangirova dedim ki, ay necə gözəl əsər yazmısınız. Yəni istəyirdim təşəkkürümü bildirim, amma o baxışlardan qorxaraq geri çəkilirdim. Yalnız bir nöqtəyə baxırdı belə düşüncəsi ilə ki, o artıq hiss edir, indi yadıma düşür ki, demək o nəsə yaradırdı. O yeni bir əsərin yenə notunu beynində yazırdı. Yəni belə bir bu xatirə məndədir, amma təəssüf edirəm ki, biz artıq 4-cü kursda mən oxuyanda biz onu itirdik. Yəni çox təəssüf edirəm. Çox təəssüf ki, bu cür dahilərlə bizim yenə sizin qismətinizə, şansınıza onu yaxından tanımaq düşüb. Amma bizim də qismətimizdə heç demə onun bizə yadigarı olan gözəl qızı, o da musiqiçidir. Səidə xanımla tanış olmaq, yaxından görüşmək şansımız oldu. Buna görə mən sizə təşəkkür edirəm ki, belə bir fürsətimiz yarandı. Səidə xanım Moskvada yaşayır, bura gəlmişdi. Və mən Səidə xanımla görüşdüm Təranə xanımın vasitəsilə. Həmin görüşümüz telefonla elə Təranə xanım özü çəkdi. Mən istəyirəm onu tamaşaçılar da görsün. Cahangir Cahangirovun qızı Səidə xanımı siz də tanıyın. Səidə xanım, istəyirəm sizə tanış eləyim. Adından da göründüyü kimi cahan boyda sənəti olan Cahangir Cahangirovun bizə yadigarıdır Səidə xanım. Bakımıza gəlib görüşdük və sizi görməkdən çox xoşbəxtəm Səidə xanım. Mən də Çox sağ olun və Səidə xanıma Dilarənin monoloqları kitabında Cahangir Cahangirov haqqında dediyim monoloq var. Bunu sizə təqdim edirəm. çox sağ olun. Çox sağ olun. Mənim üçün böyük qürur hissi yaşatdınız, şərəf verdiniz ki, görüşdük və mən hazırda çox xoşbəxtəm. İnanın ki, söz adamı söz tapmır deməyə. Sağ olun. İndi Moskvada yaşayırıq bu Belə bir hal-hazırda. görüşümüz oldu. Öpürəm, bağrıma basıram. Allah sizə can sağlığı versin Səidə xanım.